Mən öz keçmiş efirlərimə baxanda çox tanıram. Amma indi bəzi tiktokerlər bu dəqiqə məni davaya tutacaq ki, hər kəsi yox. Çünki onların elədiyi işin əziyyətini biz çəkirik. Biz susduqca sizin qələminizin gücü artmağa başlayır ki, siz dövlət qurumlarında çalışan şəxslər bax bu cür şantaj edirsiniz. Firuzə xanım, bu qədər informasiya bolluğun içində, məlumat əlçatanlığın içində mən düşünürəm ki, dezinformasiya da artıb və mənə maraqlıdır ki, dezinformasiya dövründə jurnalistikanın əsas funksiyası informasiyanı yaymaqdır, yoxsa onu süzgəcdən keçirmək? Əlbəttə ki, süzgəcdən keçirmək. Əgər sən rəsmi, ciddi media qurumusansa, sən mütləq şəkildə həmin informasiyanı yaymamışdan öncə onu həm süzgəcdən keçirib, həm də eyni zamanda həmin informasiyanın, həmin o məlumatın dəqiqliyini və rəsmiliyini cavabını almalısan. Yoxsa ki, digər bütün sosial media platformaları kimi burada məlumatı aldım, oradan məlumatı yoxlamadan avtomatik olaraq paylaşdım. Daha sonra isə həmin məlumatın yanlış olduğunda artıq sən oxucu kütləvin, izləyici kütləvin də etimadını yanıltmış olursan, amma artıq informasiya çıxdı, informasiya getdi və həmin insanın təftəri şüurunda o qaldı. Daha sonra sən onunla bağlı təqzib də verə bilərsən, daha sonra sən o informasiyanı ümumiyyətlə saytından, sosial şəbəkə hesablarından silə də bilərsən, amma ilk görən insan onu deyək ki, 1000 nəfər adam görübsə, sən təqzibi verdikdən sonra, sildikdən sonra, deyək, üzrlü haqlıq paylaşdıqdan sonra belə onu bir 50 nəfər gördü. Amma yerdə qalan 50 nəfərin ki, hansının ki, beynində sənin ilk verdiyin yanlış informasiya qaldı. Ona görə mütləq şəkildə paylaşmamışdan öncə həmin informasiyanın həqiqiliyini və dürüstlüyünü yoxlamaq lazımdır. Əgər ki, sən rəsmi və ciddi media orqanısansa. Mənə elə gəlir ki, media reallığı olduğu kimi yox, seçərək təqdim edir və mənə görə də seçim neytral bir proses deyil. Yəni, hansı mövzunun danışılması, hansının kənarda qalması cəmiyyətin diqqət xəritəsini formalaşdırır və bu seçim mexanizmi mediaya maarifləndirici rol verir, yoxsa görünməz idarə edici güc? Əslində media cəmiyyətin fikrini formalaşdıran, yəni ümumiyyətlə biz bunu hər dəfə demişik, kütləvi informasiya vasitələri cəmiyyətin fikrini formalaşdıran, onları istənilən istiqamətə yönləndirən bir böyük qurum alətdir. Burada həm söhbət yazılı mediadan gedir, həm televiziyadan, həm radiodan gedir. Amma əfsuslar olsun ki, son dönəmlər, son deyək ki, bir 3-4 ilin bu sosial medianın daha gündəm olduğu və bizim əsl yox, qeyri-peşəkar özünü jurnalist adlandıran şəxslərin və sosial media idarəçilərin ortaya çıxması ilə mediaya böyük bir zərbə dəydi ki, artıq paylaşılan hər bir xəbəri cəmiyyət oxuyan zaman bunun rəsmi və qeyri-rəsmi olduğunu anlamırdı və hər şeyi biz kütləvi informasiya vasitələrinin təqdim edən şəxslərin üzərinə yıxırdı ki, mən də onlardan biriyəm. Həm Bakı Dövlətinin jurnalistikasını bitirmişəm, bakalar magistrini, həm rahatlıqla özümə jurnalist adını, əsl jurnalist olduğumu qeyd edərək bilirəm ki, biz böyük bir zərbə dəydi. Hətta o qədər böyük bir zərbə dəydi ki, ətrafda cəmiyyətdə hər hansı bir dövlət qurumu ilə çalışan zaman bizi də həmin o jurnalistlərdən sayaraq, siz də sözün yaxşı mənasında, yox pis mənasında ki, insana zərər yetirən, iş verən və bu kimi ifadələrlə çox təəssüf olsun ki, tez-tez qarşılaşırdıq. Amma son dönəmlər medianın inkişaf agentliyi yarandıqdan sonra bu 3 il ərzində çalışırlar ki, ciddi media qurumlarını daha insanların gözündə etimadını doğruldaraq, onların paylaşdığı hər bir xəbərlə biz cəmiyyəti, bayaq dediyimiz kimi idarə etmək yox, cəmiyyəti düzgün istiqamətdə formalaşdırmağa onlara yardımcı olaq. Çünki bizim ilk peşəmiz informasiya vermək, maarifləndirməkdir və bu peşənin özəlliklərini yenidən gündəmə gətirərək insanları istiqamətini düzgün seçməyə tövsiyə edirik. Təəssüflər olsun ki, sosial media hələ ki bu istiqamətdə xoşagəlməz məqamlar çox olur. İstər musiqi zövqümüzü korlamaqda bizə yardımcı olur, istər daha ciddi insanlar yox, qeyri-ciddi insanların önə çəkilməsinə və tez tanınmasında daha öndə keçmiş olur ki, biz bu dəqiqə gənclərdən soruşsaq ki, hər hansı bir gənc alimi tanıyırsan, deyəcək yox. Amma desək ki, hər hansı TikTokda çıxan digər TikTokeri tanıyırsansa, adıyla sadalayacaqlar. Barmaqları ilə göstərəcəklər ki, hətta onun xarici görünüşündə belə hər hansı bir fərqli gözünün rəngi varsa, ona qədər bizə deyəcəklər. Və bu da əlbəttə ki, medianın gücüdür. Bu kütləvi informasiya vasitələrinin düzgün istiqamətdə, o böyük bir alətdir. Bu aləti düzgün istiqamətdə formalaşdırsaq, bu onun gücüdür ki, biz bu dəqiqə onu görürük. Onda medianın rolu məlumat verməkdən çıxıb mövqe formalaşdırmağa nə zaman başlayır? Bu sərhəd haradadır? Sərhəd haradadır? Əslində, media sərhədsizdir.
istənilən qədər istənilən informasiyanı söhbət rəsmi mediadan gedirsə. Amma çox təəssüf ki, bayaq qeyd etdiyim kimi qeyri-rəsmi medialar da var ki, bunlar Medianın İnkişaf Agentliyinə reyestrdən keçməyiblər, heç bir jurnalist kimi qeydiyyata alınmayıblar, bizim kimi o vəsiqələri yoxdur, ya rahatlıqla özlərinə ölkəmizin bir media qurumu adını deyə bilmirlər. Amma gəl ki, onlar da bir xəbəri paylaşanda, sosial medialarda hashtaglər yığaraq, böyük bir izləyici auditoriyası yığaraq o xəbəri avtomatik olaraq insana təsir gücünə malik olur ki, təəssüf ki, bu var. Bunların öhdəsindən də gəlmək üçün çox çətindir. Çünki biz demokratik ölkədə yaşayırıq və əgər hər hansı bir müsbət fikirlər varsa, mənfi fikirlər də önə çəkilir. Amma o mənfi fikirlərlə mübarizə aparmaqda hal-hazırda rəsmi media qurumlarının, jurnalistlərin üzərinə böyük bir yük düşür ki, bayaq siz dediniz, o sərhədləri həmin o jurnalistlər, həmin o sosial media istifadəçiləri bunun öhdəsindən gəlməlidir. Amma gəl ki, həqiqəti formalaşdıraq. Mən bir jurnalistəm, mənim sosial media hesablarım aktivdir. YouTube-dur, TikTok-dur, LinkedIn-dir, Twitter-dır, hər yerdə varam. Amma mənim kimi jurnalistlərin hər birinin sosial media hesabları aktiv deyil, çox təəssüf. Və hər dəfə jurnalist həmkarlarla görüşən zaman bildirik ki, sosial saytların səhifələri aktiv ola bilər. Amma fərdi jurnalistlərin sosial media hesabları mütləq olaraq aktiv olmalıdır və cəmiyyətdə baş verən hər hansı bir vəziyyətə, hər hansı bir hadisəyə fikir bildirməlidirlər ki, bu çox az sayda jurnalistimiz var ki, bu fikri bildirir və nədənsə bütün jurnalistlərimiz böyük məmnuniyyətlə incəsənət aləminə böyük bir rahatlıqla sövq edir. Bilmirəm, burada da indi bəlkə bu sözü desəm, bizim bəzi sənətkarlarımızı bu sözü ünvanlamıram. Hər sözün deyir, öz yiyəsi var, götürür. Amma bəzi oxuyan müğənnilərin deyək ki, savadı, təhsili o səviyyədə olmadığı üçün onlarla mübarizə aparmaq yəqin bəzi həmkarlarımı daha rahatdır ki, düşünürəm ki, bunu etməməlidirlər. Çünki hər kəs öz qabında, öz çevrəsində məncə iş görməyə daha məqsəd uyğundur. Amma bir çox bizim sənətkarlarımız var ki, bizim həqiqətən də incəsənət xadimlərimiz var ki, onların danışan zaman ağızlarından çıxan hər bir kəlmə, hər bir cümləyi mən şəxsən oturub valih olaraq dinləyirəm. Və ona görə də o zaman deyirəm ki, cəmiyyət bunu deyirik ki, seçək. Cəmiyyət bir süzgəcdir. Biz onlara informasiyanı veririk və seçimi qoyuruq insanların üzərinə. Amma bəziləri düzgün seçim edə bilməyəndə deyirlər ki, o savadsızdır, bilmədi. Məsələn, onun fikri, onun zövqü hər hansı bizim bəyənmədiyimiz bir müğənninin ifası ilə formalaşdı. Amma bu o demək deyil ki, bu media buna etdi. Sadəcə olaraq mediada, hal-hazırda kütləvi informasiya vasitələrində, özəlliklə də sosial medianın inkişaf elədiyi bir dönəmdə medianın üzərinə düşən bu yükün öhdəsindən gəlmək üçün cəmiyyəti, insanların da artıq özünün şəxsi seçimi olmalıdır. Mən bunu seçməyim, mən buna baxmayım, mən bunu bəyənməyim. Çünki 5 nəfərin arasında olanda hamımız deyirik ki, biz filankəsi dinləmirik. Amma gəl ki, özümüz tək avtomobildə oturan zaman onu dinləyirik. Məsələn, filankəs deyik, biz filan mövzuya fikir bildirmirik, 10 nəfərin içində deyirik. Amma evdə ailə üzvlərimizlə, dostumuzla tanışmışlı olan zaman artıq bu söhbət qeybət xarakterinə keçir və artıq başlayırsa o mövzunu sözün əsl mənasında böyük bir süzgəcdən keçirtməyə. Yəni, bizim bu canımızda var. Çox təəssüflər olsun ki, var. Mənim uzaqdan gördüyüm belə bir mənzərə var ki, bizim cəmiyyətdə baş verən ictimai hadisələr tək-tək deyil, bir-birini izləyərək gedirlər. Və mənə görə də tək bir problemi həll etmək nəticə vermir. Mənə maraqlıdır ki, bu sistemin içərisində dəyişiklik haradan başlanmalıdır? Fərddən yoxsa mediadan? Mediadan artıq dəyişim başlayıb, qeyd elədiyim kimi, artıq Medianın İnkişaf Agentliyi yaranandan sonra, dövlətin həqiqətən dəstəyi və qayğısı olduqdan sonra, hətta eyni zamanda bir çox jurnalistlər artıq özünə çəki düzən verdikdən sonra mediada bu artıq dəyişim başlayıb ki, və bu göz önündədir. Artıq saytların özlərinin sosial hesabları və paylaşdığı hər bir xəbəri bir-biri ilə paylaşması, eyni zamanda da paylaşılan xəbərin mənbəyinin qeyd olunması, bu media üçün çox önəmli bir fakt idi ki, biz bunu etmirdik. Yəni, açıq deyim və söyleyeyim ki, özüm də bir müddət bizim hər hansı bir illər öncə məlumatı paylaşan zaman hansısa bir media orqanından götürdüyümü qeyd etmirdim. Nəsə o məsələyə diqqətlə belə yanaşmırdıq, amma həqiqətən də bu məsələ böyük bir önəm daşıyır ki, biz həmin o qaynağı bilmirdik. Məlumat yanlışdırmı, deyək, haqlıdırmı? Qaynaq mütləq olaraq bilinməlidir ki, indi hal-hazırda artıq bütün media qurumları bu addımı atır. Hətta kiçik bir sosial media hesabı da belə olsa, qaynaq olaraq onu bildirib göstəririk. Və buradan sonra artıq biz nə etməliyik? Bəli, cəmiyyəti formalaşdırmaq. Çünki dediyimiz kimi, kütləvi informasiya vasitələrinin əsas vəzifəsi informasiyanı ötürmək, insanları maarifləndirmək və onları düzgün istiqamətə yönləndirməkdirsə, bunun öhdəsindən media hal-hazırda demək olar ki, gəlir.
informasiyanı, hər hansısa bir informasiyanı rəsmi dövlət qurumundan məlumat əldə etmədikdən o həmin o informasiyanı paylaşmır və dəfələrlə mən bunun şahidi olmuşam. Əgər ciddi qurumdursa, hər hansı bir xəbəri mənə deyən zaman ki, bəs falan hadisə oldu deyə, məsələn üçün də uşaq pullar artıq günü gələn aydan verilir, deyirəm, məlumatı hardan oxumusan? Məsələn, X saytına deyirəm, yox. Məsələn, Azərtacda var idi bu məlumat, deyək ki, nə bilim, reportda çıxdı mı, Oxazda çıxdı mı və bu cür saytlarda, Yeni Çağda var idi bu məlumat. Yəni artıq bizim güvəndiyimiz rəsmi saytlar var ki, bu saytlarda bu məlumatlar çıxırsa, demək bu artıq rəsmi təsdiqini tapmış məlumatlardır. Yox, X bir saytda, X hansısa bir media qurumunda nəşr olunursa, dərc olunursa, bu artıq qeyri-rəsmi və hətta şübhə doğuran bir məqamdır ki, bunu bəli, dediyiniz kimi, hər kəs adi bir izləyici ayırd edə bilmir. Amma indiki gənclər, sizin kimi gənclər artıq savadlı, böyük bir auditoriyamız var ki bizim və bu savadlı auditoriya kütləmiz artıq get-gedə inkişaf eləməyə başlayır və gənclər artıq seçici olmağa başlayıblar. Gənclər artıq seçirlər, biz nəyi oxuyaq, nəyə baxaq, nəyi seçək və indiki bu Z nəslinin, alfa nəslinin, sigma nəslinin gənclərinə biz nəyisə deyə bilmərik ki, sən bunu etməlisən. Vaxtilə bizim valideynlər bizə deyirdi ki, sən bunu içməlisən, bunu yeməlisən və bizim özümüzün şəxsi fikrimiz nə idi ki, bildirək ki, istəmirəm. Amma indiki övladıma deyəndə ki, sən bunu içməlisən, bunu yeməlisən, falan işi görməlisən, deyir, xeyr, etmirəm. Və səbəbini izah etmir, niyə etmirəm? İstəmirəm və sevinirəm ki, artıq seçicidir. O mənə nə qədər fayda verəcək ki, mən bunu edim, özü üçün bu araşdırmanı aparır. Və yaxşı ki də indiki gələn nəsil bu araşdırmanı edir. Onları bu təhsilə cəlb elə, onları bu təhsildə maraqlandıran, onların seçici olmağı gələcəkdə həqiqətən də mediada bizim böyük bir uğurumuz olacaq ki, o gənclərin mediaya gəlməyi. Gəlməklə bizim bəzi artıq onlardan yaşca böyük nəslin nümayəndələrini də sirkələyirlər ki, mən yeniliyi bilirəm, sən də bilməlisən. Canva-dan gənclər istifadə edə bilir. ChatGPT-dir bu dəqiqə hər kəsin əlindədir. Deyə dünənləri mənim oğlum danışan zaman mənə dedi ki, sən nə dedi səhifəni bilmədim. ChatGPT kimi şəkil formalaşdırır. Falandan eləyə bilirsənmi? Sigma dedi. Nə dedi? Yadıma salsın, yadıma salsın. Jamie dedi, Gemi dedi. Dedim, heç mən onu bilmirdim. Amma artıq maraqlanma başladı. Okey, Gemi varsa mənim evladım bilirsə, niyə mən onu bilmirəm? Deyir, orada daha rahat tez məlumat taparsan, nəinki ChatGPT-də. ChatGPT sənə bəzən yanlış məlumatları verir. Burada isə məlumatlar 100% dəqiqdir. Yəni gördüm ki, bəli, gənclər inkişaf edir və məlumatı hardan almalıdır və daha dəqiq, daha dürüst, daha onlar üçün etibarlı hardan almalıdır? Onlar artıq bunu bizdən qat-qat yaxşı bilirlər. Bəzən deyim ki, yəqin biz köynəlmiş bir nəsilik, amma köynəlmiş bir nəslin də həqiqətən də nəzəriyyəsi güclü olan bir nəsilik ki, bizim nəzəriyyəmiz və indiki gənclərin sürəti məncə ikisi birlikdə möhtəşəm bir vəhdət təşkil edəcək. Amma bunu əlbəttə ki, Allah can sağlığı verirsə, biz onu gözümüzlə görə biləcəyik. Az öncə dediniz ki, media maarifləndirir. Bəs maarifləndirmə media üçün real öhdəlikdir, yoxsa formal bir prinsip? Kütləvi informasiya vasitələrinin vəzifəsi budur. Biz təkcə informasiya verməməliyik. Biz insanları maarifləndirməliyik, əyləndirməliyik, insanların dünya görüşünü artırmalıyıq. Yəni onları sıfıra yox, əksinə müsbətə doğru yönəltməkdə əlimizdən gələni etməliyik. Bu bizim artıq üzərimizə qoyulan bizim bir vəzifə borclarımızdır. Amma bu vəzifə borclarının öhdəsindən hamı layiqincə gəlirmi? Mən onu bir kənardan şərhçi kimi deyə bilmərəm. Çünki hər kəsin bir vicdan borcu var və biz bu vicdan borcunu düzgün bir yerinə yetiririk. İlk öncə buradan başlamaq lazımdır. Sizin də dediyiniz kimi sosial şəbəkələrin həyatımızda bu qədər çox və əsas rol oynaması ilə mən düşünürəm ki, ciddi sosial problemlər də tez-tez şou formatında emosional, səthi və ya sürətli təqdim olunur. Sizcə bu mövzunu əlçatan etməkdir, yoxsa onu təsirsizləşdirmək? Amma fikir vermişsinizsə, sosial şəbəkədə yayılan, istənilən bir sosial mövzu həmin dəqiqə həlli yolunu tapır. Çox sürətli şəkildə tapır. Ki, bu ictimaiyyətləşir və ictimai qınaq sayəsində həmin o mövzunun sürətli şəkildə nəticəsini biruzə verir. Və elə bir ki, sosial şəbəkə həqiqətən də bir çox dövlət qurumları hal-hazırda sosial şəbəkələrdən söz nəsil mənasında çəkinirlər və qorxurlar. Necə ki, vaxtilə jurnalistlərə, bizim ümumi liderimiz Allah ona qəni-qəni rəhmət eləsin, Heydər Əliyev demişdi ki, media, ümumiyyətlə kütləvi informasiya vasitələri 4-cü hakimiyyətdir.
Yəni onlar qələm ustalarıdır, qələm yazarlarıdır və təkcə sözü qələmlə deyil, artıq telefonla da, sosial şəbəkə ilə də biz insanlara, ictimaiyyətə göstərə bilirik. Amma gəlin ki, bu ictimai qınaqdan gözəl bir fikir söylədiniz ki, bəziləri bunu şouya çevirir. Şouya çevrilmədən sosial problemləri sosial media müstəvisində həll etmək mümkündür? Bəli, mümkündür. Yəni bunun üçün əlavə şouya ehtiyac yoxdur. Həmin o problemi işıqlandırmaq və həmin o problemin qarşılığında hansı dövlət qurumları və ya hansı şəxslər varsa onlara birbaşa ictimai qınaqla çıxış edərək biz o problemi həll edə bilirik. Şoulaşdırmaqla biz ona daha da biraz emosional bir yön gətiririk. Elə bilirik ki, yenə də Mirzə Əkbər Sabirdir və hər hansı bir felyetonu ilə deyək, hər hansı bir deyək bir çıxışı ilə biz orada balaca bir ona rəng qatmış oluruq ki. Sanki ciddiliyini azaldırıq məsələnin. Biraz şoulaşdıraraq əksinə ciddiliyini elə göstəririk ki, filmdə deyir deməyinə yıxılmışıq, nə yıxılıb ölmüşük ki, gəlib bizə bir kömək eləsinlər. Bu da elə çıxır ki, biz yıxılıb ölmüşük, amma vəziyyət o deyil axı. Vəziyyət bəli sosialdır, vəziyyət bəli ağırdır, amma o vəziyyətdən çıxış yolu var. Rəsmi qaydada, sosial mediasız, hər hansı bir kütləvi informasiya vasitələrsiz o problemin həllinə başlasaq, bu həftələr və aylar çəkəcək. Həftələr, aylar çəkdikcə həmin o problemi yaşayan şəxslər, problemi yaşayan insanların vəziyyəti, emosional vəziyyəti, psixoloji vəziyyəti, durumu necə olacaq? Bax, o sual altındadır. Amma sosial media ilə biz bunu sürətli şəkildə həll edə bilirik ki, bu da yenə də düzgün medianın əlinə düşdükdə, düzgün medianın düzgün istiqamətdə olan bir yolu ola bilər ki, hələ ki, məsələn, mənimdən soruşmuş olsaz, mən çox istəyirəm ki, hər dəfə də bunu Medianın İnkişaf Agentliyi ilə əməkdaşlarla, hörmətli jurnalistlərimizlə görüşən zaman deyirəm ki, nə olar ki, bizdə də belə bir qayda olsun da, bu boş-boş çıxan bu sosial şəbəkələrmi, bu tiktokerlərmi, bu boş, lazımsız tiktokerlər deyirəm. O, indi bəzi tiktokerlər bu dəqiqə məni davaya tutacaq ki, hər kəs yox, həqiqətən də lazımsız, ehtiyacı olmayan və mövzulara, ciddi mövzulara girmək səlahiyyəti onlarda olmayan bu şəxslər, yəni bilik və bacarıq səviyyəsini qoyuram tam kənara. Ümumiyyətlə, bunu həll etmə bacarığında olmayan bir insanların bu cür mövzulara müdaxilə etməsinin necəsə bir belə çırpmaqla biz qarşısını ala biliriksə, niyə almırıq? Amma demokratik ölkədə yaşayırıq və ağ olanda deyir gərək qara da olsun. Ona görə də onları bu cür, bu mövzulardan yayındırmaq üçün əlbəttə dövlət orqanları əminəm ki, profilaksik söhbətlər aparır onlarla. Bu söhbətlər sona yetirilmədikdə bax bu cür problemlər yaranır ki, tezəlikcə bizim cənab prezident yeni bir qanun sərəncam imzaladı ki, artıq sosial şəbəkələrdə bu təhqirdir, bu söyüşdür, eyni zamanda özünün xarici görünüşünü açır və ümumiyyətlə sosial şəbəkələrdə hər hansısa bir təhqir edici paylaşımlar edən şəxslər artıq rəsmi olaraq cərimələnir. Sevindim ki, bu qanun var. Ən azı hər hansı bir şəxs mənə görə, hansısa bir jurnalistə görə, bir fərdə görə bu qanunu, bu sərəncamdan irəli gələn maddələri pozursa, artıq rəsmi qaydada rahatlıqla Daxili İşlər Nazirliyi yığıb bunları şikayət edə bilirik. Bir dəfə əminəm ki, cibindən o pul çıxdıqdan sonra sərf etməsə 400 manat olmalı idi. Daha sonra onların cinayət məsuliyyətinə, sutkalıq məsuliyyətə cəlb olunurlar. Ən azı balaca belə deyək də 1-2 saatlıq, 3 saatlıq da belə onlar o halı, o vəziyyəti Daxili İşlər Nazirliyində tutulub saxlanılsa, mən əminəm ki, ən azı işin bir 20-30%-ni irəliləmiş olacaq ki, yavaş-yavaş onlar artıq bundan, onlara bax bu cür maarifləndirməni bu cür belə deyək də edərək çəkindirə bilərik. Çünki adi qaydada yığıb bildirəndə ki, bunu etmək ki, mən dəfələrlə bunu bildirmişəm bu sosial media hesablarında olan şəxslərə ki, və bunu etməyə də davam edirlər. Qısa bir dənə məqamı deyəcəm, bəlkə də uzun bir şey olacaq, amma həqiqətən deyim ki, hal-hazırda mən özünü jurnalist adlandıran və bütün körpələr uşaq bağçalarını, məktəbləri gəzən, məktəblərdən, müdürlərdən 20 manat dilənən adını jurnalist qoyan o şəxslərdən iyrənirəm. Həqiqətən iyrənirəm. Çünki mən jurnalist olduğum təqdirdə və özüm də 12 ildən çox məktəbəqədər təhsil müəssisəsinin rəhbəri olduğumu nəzərə alaraq iyrənirəm elə şəxslərdən ki, gəlirlər məktəb müdürlərindən nəsə hər yerdə problem var. Məktəbdə də var, bağçada da var və sosial şəbəkələr də bunu göstərir, təhsildə də var. Amma bu problemi gəlib və həqiqətən də hər hansı bir məktəb müdürünü sınamaq ki, 20 manat ver, mən bunu paylaşmayacağam və bu pulu alır, gedir dostuna yığır ki, mən buradan aldığım bu pulu. Gəl sən də əmin müdürəyə, sən də deyinə bir 30 manat da sənə versin, 10 manat aramızda bölüşərik kimi bu faktlar var və bunu edən peşəkar jurnalistlər də xeyr.
Bunu edən, özünü yalandan vəsiqə düzəldən, özünü jurnalist kimi təqdim edən şəxslərdir ki, mən dəfələrlə bütün məktəb müdirlərinə, tanıdığım, bağça müdirlərinə müraciət edirəm ki, belə hallar oldu, birinci mənə yazın. Və mən həmin o jurnalistlərə, o özünü jurnalist adlanan şəxslərə birbaşa yığıram və sizin onlarla mənim olan danışığımı eşitsəniz ki, və özlərini elə bildirirlər ki, siz nə demək istəyirsiniz ki, dedirəm, demək istəyirəm ki, xahiş edirəm, rəsmi jurnalistsizsə, Medianın İnkişaf Agentliyindən qeydiyyatdan keçin, rəsmi jurnalist vəsiqənizi alın və daha sonra ayıbdır da, yəni mən bu peşənin, mən bu vəzifənin daşıyan bir şəxsəm və mən sizə görə özümə jurnalist deməyə utanıram. Çünki sizin sayınız gündən-günə artmağa davam edir və biz peşəkar jurnalistlər susmağa davam edirik. Biz susduqca sizin qələminizin gücü artmağa başlayır ki, siz dövlət qurumlarında çalışan şəxslər bax bu cür şantaj edirsiniz. Sizin işiniz şantajdır. Amma həmin müəssisə rəhbəri sizi şikayət edirmi? Yox, etmir. Çünki nöqsanı var, nöqsanını bilir, amma bu nöqsan onun deyək ki, bu qədər alçalmasına ehtiyac yoxdur. Və həqiqətən də həmin o jurnalistlər, özünü jurnalist adlandıran həmin o şəxslərin ümumiyyətlə yavaş-yavaş özünə çəki düzən verməsi məncə tam yerinə düşmüş olar ki, düşünürəm mənim buradan sözüm onların acı gedəcək, amma həqiqət budur. Çünki mən bu peşənin, bu sahəni artıq 25 ildir ki, bu sahənin daşıyıcısıyam. 2000-ci ildən Bakı Dövlət Universitetinə daxil olduğum gündən özümü artıq jurnalist saymıram. Yox, bu jurnalist peşəsinin oxuyan bir şəxs və daha sonra bu peşədə 25 il çalışan bir şəxs olaraq çox utanıram bu sözü bir jurnalistlərə aid edəndə. Çünki onların elədiyi işin əziyyətini biz çəkirik. Pulunu onlar qazanır, əziyyətini biz çəkirik və halal olmayan pulunu qazanırlar, haram pullarını qazanırlar. Mən nə zaman böyük yaşlılardan televiziya və ya efirlərlə bağlı söhbətlər, müzakirələr eşitsəm, belə bir şey müşahidə edirəm ki, onlar hər zaman keçmiş efirlərlə indiki efirləri müqayisə edirlər və daim keçmiş efiri idealizə edirlər, sanki onu ideallaşdırırlar. Amma mən düşünmürəm ki, keçmiş efirlər də qüsursuz olub, onların da özünə məxsus müəyyən problemləri olub. Amma mənə aradakı fərq maraqlıdır ki, fərq nədir? Keçmiş efirin məsuliyyəti dərk etməsində, yoxsa keyfiyyətdə? Mən şəxsən öz keçmiş verilişlərimə baxan zaman ki, hamısının, bütün efirlərimi, materialları mən də evdə arxiv olaraq saxlayıram. Mən öz keçmiş efirlərime baxanda çox utanıram. Həqiqətən çox utanıram. Hətta deyirəm, aman Allah, mən burada niyə bu qədər uzun danışmışam? Aman Allah, mən burada niyə bu qədər səhvlər eləmişəm? İndi tələbə vaxtı olub, daha sonra oxumuşam, bitirmişəm. Yenə də aparıcılığımda səhvlərimi özüm görmüşəm. Çünki özüm öz efirlərimə baxıb öz səhvlərimi görməyi və onları düzəldərək növbəti səhvləri atmamaq üçün çalışıram. Amma bəli, onu düzgün vurğuladınız ki, əvvəlki efir mədəniyyətində, ümumiyyətlə televiziyalardan söhbət gedirsə, televiziya mədəniyyətində bir redaktor prosesi var idi. Yəni, daimi olaraq canlı yayım da belə gedəndə bizdə indi gecikmələr var. Televiziyalarda bir çox bəlkə izləyicilər bilmirsə 5 saniyəlik, 10 saniyəlik, 15 saniyəlik, 20 saniyəlik gecikmələrlə yayımlar efirə gedir ki, səhvlər olan zaman həmin səhvləri birbaşa qulaqda, biz deyirik qulaqda oturan, yəni televiziyanı idarə edən bir redaktor, bir şəxs bunu kənardan baxır və izləyərək həmin materialın efirə getməməsi üçün bəziləri məsələn görən zaman ola bilər ki, mənim anam adətən çaşırır ki, televiziyanın səsi getdi, deyirəm, səsi getmədi, orada nəsə xoşa gəlməz bir kəlmə işlətdi və avtomatik olaraq efir redaktoru onun səsini kəsdi. Yəni, efirə biz onu səssiz kadr kimi görürük. Və ya bəzən anidən danışıq gedən zaman bir də görürsən ki, birbaşa reklama keçdik. Niyə keçdi? Demək ki, orada hər hansısa bir vəziyyət xoşa gəlməz, efirə uyğun olmayan bir vəziyyət yarandı və biz həmin o vəziyyəti gizlətmək üçün efir redaktoru məcburi tələb edir ki, artıq reklama keçin, bu vəziyyət ortada düzəlsin. Amma əvvəllər bu var idi mi? Yox, bu yox idi. Çünki əvvəllər həqiqətən də televiziyada aparıcılar çox peşəkar, hər kəs efirə çıxmırdı. Efirə çıxmaq üçün hər kəsi buraxmırdılar. Və mən özüm televiziyada jurnalistikanı oxuya-oxuya belə 4 il bitirdikdən sonra artıq efirə çıxma icazəmi almışam. Həmin dəqiqə gəlib məni buyur, jurnalistikada oxuyursan, Bakı Dövlətdə oxuyursan, qapılar, pəncərələr sənin üçün açıqdır, gəl daxil ol, işdə xeyir. Bakı Dövlət Universitetinə sentyabra daxil dərsə girən kimi universitetə, oktyabrın 15-dən Space televiziyasında işə başladım. Orada da Etibar Babayev təcrübə keçirirdi və təcrübə üçün səhər proqramına gənclər toplayırdılar ki, həmin o gənclərin toplanan məqamında həmin o müsabiqədə iştirak etdim və seçildim, səhər proqramına gəldim ki, əmək haqqı ilə yox, əmək haqqısız
dərsdən sonra gələrək burada bir təcrübə keçirdim. Və təcrübə keçəndən sonra bəli, çox canfəşanlıq elədiyimi və sözün əsl mənasında artıq dərsdə yox, böyük bir hissəsini günümün televiziyada keçirmək istədiyimi, belə həvəskar olduğunu görərək mənə artıq rəsmi olaraq 7-8 aydan sonra işə götürdülər və yarımştat olaraq işləyirdim. Çünki mən birinci növbə oxuyurdum, ikinci növbə artıq dərs qutaran kimi, indiyə kimi Bakı Dövlət Universitetindən çıxan kimi elmlərdə o parkdan xatırlayıram ki, necə qaça-qaça Space-ə gəlirdim ki, Space televiziyasında elmlərdə idi və qismətdən yaxın olduğuna görə zövqlə, həvəslə gəlirdim ki, mən bugün neynəmişəm. Evdə heç kimi rahat oturmağa qoymurdum ki, mənə mövzu verin. Həftə sonu mən mövzu verməliyəm redaktora. Nə baş verdi? Küçədə nə baş verdi? Yəni bütün günümü sərf eləyirdim ki, mən televiziya üçün, səhər proqramı üçün mövzu gətirdim. Axı mən efirə çıxmaq istəyirəm və aparıcılarımıza baxırdım, onlardan öyrənirdim və o cür birdən-birə mənə demədilər ki, müxbirliyə başladım, amma indiki kimi keç mikrofon qarşısında, ekran qarşısında stand-up de kəlməsi yox idi. Amma indi sosial şəbəkələrə mənə o qədər yazdılar ki, Firaxam, aparıcı olmaq istəyirəm. Deyəndə mən aparıcı olmaq istəyirəm, elə bilirəm ki, isti suyu götürürlər, tökürlər mənim başıma ki, yəni bu dəqiqə efirə gəlməklə niyə həmin dəqiqə aparıcı olmaq istəyirsən? Xarici görünüşüm gözəldir, hündürəm, anladım, amma bizim gəlin keçmişə gedək də. Valla keçmişdə ən gözəl aparıcılarımız bizim elə çəkili olan aparıcılarımız da olub, xarici görünüşü bizim full olmayan aparıcılarımız da olub. Çünki biz efirə makyajsız çıxan vaxtlarımız olub ki, sadə bizi efir makyajı ediblər. Olub ki, gecədən makyaj eləmiş ki, səhərə efirə çıxacaq, gecədən qalan makyaj olub üzerimizdə ki, indiki kimi deyildi. Yəni, indi gözəlliyi düzəltmək daha asandır. Amma əvvəllər həqiqətən də elə bir şey yox idi. Sənubər xanım idi, ən gözəl aparıcılarımızdan yadıma gələn. Nərgiz Xamcəlilova idi ki, indiyə kimi o xanımı çox sevirəm ki, heç onun makyaja belə ehtiyacı yoxdur. Çox belə tək-tük deyim ki, xanım aparıcılar var idi ki, bəli, xarici görünüşləri tam efirə uyğun idi. Amma digərlərimiz çəki artıqdır, bilirik ki, kamera 6 kilo çəkində artıq verir. Mən indi nə qədər arıqlamalıyam ki, mənim o artıq kilo əlavə mənə verən bu kameranın verdiyi çəki efirə getməsin. Çünki indi əgər ekranlar daha çox plazmadır və səni arıq göstərə bilirsə, əvvəllər bu deyildi. Balaca döz bucaq idi və sənə daha da kök göstərirdi. Və sən məcbur idin ki, xarici görünüşündəki o dəyişikliyi edəsən, o vaxt əməliyyatlar yox idi. Plastik cərrahiyyə yox idi. Və insanlar səni olduğun kimi qəbul edirdilər. Və həqiqətən də televiziyanın o deyirsə, çox gözəl bir dönəmi idi ki, insanlar səni olduğun kimi qəbul edirdi, səni gördüyü kimi qəbul edirdi. Amma indi artıq televiziyalardakı aparıcılarla küçədə olan aparıcılar arasında bəzi insanlar çaşqınlıq yarandı. Yəni, həqiqətən də mən indi müasir gənc aparıcıların çoxsunu tanımıram. Amma tanıdığım illərlə, məsələn, sevdiyim aparıcılar var ki, özlərini görən zaman şəxsən gənc də belə olsa özüm yazıram, özüm yığıram. Məsələn, bu yaxınlarda tezə bir müxbir var idi. Çox bəyəndim həmin o müxbiri ki, dövlət tədbirində Baku TV-də paylaşılmışdı. Baku TV-nin müxbiridir. Jale soyadı yadımda deyil, yalançı olmayacaq. Müxbiri bəyəndim, sosial şəbəkəsini axtardım, təəssüf oldu ki, tapmadım. Xanımın verdiyi sual, Səhiyyə Nazirinə, Səhiyyə Naziri müavinə verdiyi sual məni o qədər tutdu ki, insan dəqiqə yarım danışdı, müxbir dəqiqə yarım sualını verdi və sualında bir dənə səhv görmədim. Bir dənə ıltı, bir dənə çıltı görmədim. Yəni, o qədər həmin müxbir o mövzuya hakim idi ki, nazir müavini belə o sual cevablaya bilmirdi. Yəni, müxbirin qarşısında aciz qalmışdı. Və həqiqətən də bu cür müxbirləri, bu cür jurnalistləri çox dəyərləndirirəm. Çünki vaxtilə bizim də indi dünyasını dəyişmiş müəllimlərimiz var. Allah onlara qəni-qəni rəhmət etsin. Hal-hazırda bizə dərs deyən müəllimlərimiz var ki, universitetdə Allah onlara can sağlığı versin. Həmişə vurğulayıb ki, əgər jurnalist, əgər müxbir hal-hazırda müsahibinin verəcəyi sualın cavabını bilmirsə, demək o mövzuya hakim deyil. Sən verəcəyin sualı artıq bilməlisən və o insan o sualı necə cavablayacağını da öncədən bilməlisən. Yəni, bu qədər mövzuya hakim olmalısan. Ona görə bir şəxs deyəndə ki, iqtisadiyyatda sən iqtisadiyyatı bilməzsən axı. Dedim, istəsən mövzuya hakim olsan bilərəm. Çünki peşəmdən irəli gələrək mən o sahəni sizdən yaxşı bilməliyəm ki, o sualı da sizə düzgün istiqamətdə vurğulaya bilim. Hə, bilmirəmsə, demək mən artıq peşəkar jurnalist deyiləm və özümə peşəkar jurnalistikadan belə bu istiqamətdə belə danışa bilmərəm. O zaman mən susmalıyam və bu sahəni bilən, bu sahədə peşəkar təhsil alan şəxs danışmalıdır ki, indiki gənclər bunu göstərir ki, öz sahəsini düzgün seçirlər. Bu qədər ilk suala da vurğuladığım kimi informasiya çoxluğunun, məlumat bolluğunun içərisində mən düşünürəm ki, cəhalət də artdı. Bu məlumat bolluğunun içərisində cəhalətin bu qədər artması medianın uğursuzluğudur, yoxsa məqsədli strategiya?
Cəhalət deməyək, çünki təhsil alan, əgər əvvəl təhsil əlçatan deyildisə, indi təhsil şükür Allah əlçatandır. Sadəcə o bu təhsildən düzgün istiqamətdə yararlanan gənclər ki var, burada bir çoxları bizim Bakıda mərkəzdən deyil, daha çox bölgələrdən nəzərə alaq da. Ki, hal-hazırda bəziləri deyir ki, mən kütləni özümlə aparıram. Deyirəm, bəli, sən savadsız kütləni özünlə aparırsan. Amma savadlı auditoriya sizin ardınızca getməz. Məqsədlidir, dövlət qurumları üçün yox. Məqsədlidir, ola bilər ki, bizim düşmənlərimiz üçün olsun ki, bəli, xaricdə yaşayan, çünki Azərbaycanı sevməyən, Azərbaycanın uğurlarına sevinməyən onlarca şəxslər var ki, bəli, bu onların artıq məqsədli şəkildə insanların həm təhsilinə, həm gənclərin gələcəkdə düzgün istiqamətdə formalaşmasına təsir edə bilər. Amma gəlin indi açıq deyək ki, hal-hazırda dövlətimiz, ölkəmiz bununla bağlı böyük bir mübarizə aparır. Adicə formula Azərbaycanda olan zaman hər kəs deyir ki, formula bizim nəyimizə lazımdır. Avroviziya müsabiqəsi keçiriləndə deyil, Avroviziya bizim nəyimizə lazımdır. Hər hansı bir tədbir keçirik, insan cəmiyyət arasında deyir ki, bizim nəyimizə lazımdır. Bax, siz deyən adamlara mən deyim nəyimizə lazımdır. 2007, 2008, 2009-cu illərdə mən Amerikada oxuyan zaman, mən Azərbaycan haradır, Bakı haradır sözünü deyəndə heç kim tanımırdı ki, Azərbaycan haradır. 2007-də mən əziyyət çəkirdim. Mən Türkiyəni bildirdim. Ha, türksüz deyirəm, Türk, əslimiz türkdür. Amma Türkiyə ayrı, Azərbaycan ayrı və Azərbaycan tanıyan yox idi. Azərbaycan A hərfini bilən, Bakını tanıyan yox idi. Amma indi hansı ölkəyə getdin deyəndə hardansa səsimizi eşidirlər, türkçə danışmağımızda deyirlər ki, türksüz deyirəm, Azərbaycanlıyam. Azərbaycan, Azərbaycan. Həmin dəqiqə formula, Avroviziya, Qarabağ və bunları artıq insanların bilməsi sevindirici haldır ki, bəli, biz artıq səsimizi okeanın o tayına da gəlib çatdırmışıq. İndi mən əminəm ki, düz o illərdən sonra Amerikaya səfərim hələ də olmayıb, qismət olma, amma inşallah ki, əminəm ki, mən Amerikaya bu dəfə getsəm, mən o çətinliyi yaşamayacağam. Və rahatlıqla Azərbaycandan olduğumu, qalib xalqın nümayəndəsi olduğumu bildirəcəm ki, insanlar artıq bunu bilir və dünya əhalisi artıq Azərbaycanı tanıyır. Və bu da əlbəttə böyük bir iqtisadi inkişaf deməkdir ki, biz bu inkişafa doğru gedirik. Bu inkişafda bizə ziyan vurmaq olanlar, istəyənlər var. Məqsədli mi bunu edirlər? Məqsədli edirlər. Çünki inkişaf etməyimizi istəmirlər və mən hər zaman hər kəsə deyirəm ki, Azərbaycanın inkişaf etməyi hər bir fərdin əlindədir. Biz necə ki, 44 günlük müharibədə hamı birləşdi və həqiqətən də ölkəmizi sevməyən düşmənlər, içidir sapı özümüzdən olan o düşmənlər ki, sustu ya, heç biri danışmadı. Heç birinin müharibə ilə bağlı paylaşımı olmadı. Biri xərçəng xəstəliyinə tutuldu ki, onun müalicəsini aparır. Digəri, bilmirəm, anasının vəziyyəti pisləşdi ki, paylaşım etdi ki, valideyn falan onunla məşğul oldu. Hər kəs nəsə başqa bir problemlər tapdı ki, tək ki 44 günlük müharibədən danışmasınlar. Azərbaycanın uğurlu siyasətini, bütün xalqın birləşməsini nümayiş elətdirməsinlər ki, biz bunu bütün dünyaya göstərdik ki, biz birləşə bilirik. Və bu birləşən zaman biz qalib ola bilirik. İndi də o cür istənilən sahədə birləşməliyik. Mədəniyyətdə birləşməliyik, iqtisadiyyatda birləşməliyik, siyasətdə birləşməliyik. Adi dediyimiz, deyək ki, sıravi bir mövzularda da belə birləşməliyik. Birləşdikdən sonra biz bir istiqamətə yönəldikdən sonra heç kim bizi məqsədli şəkildə istənilən yerdən bizi sirkələyə bilməz. İndi hal-hazırda mənim hər dəfə deyirəm ki, bu dəqiqə problem gördüyüm ən öndə gedən məsələlərdən biri təhsildir ki, təhsil insanın həqiqətən gələcəyidir. Bəli, bu dəqiqə təhsildə mən böyük bir problemlər görürəm. Adicə, evladım biri 9-da oxuyur, biri 7-də oxuyur və onların çantalarının ağırlığı məni çox narahat edir. Ki, uşaqlar gedən zaman 5 kilo, 8 kilo çanta aparırlar. Bu artıq uşaqlıqdan ona verdiyimiz bir yük deməkdir. Bu məqsədli şəkildə insanlar bunu sosial şəbəkələrdə paylaşaraq ki, biz bunu təhsil üçün daha mı təhsili əlçatan edirik, daha mı uşaqlarımızı savadlı etmək istəyirik, anlamını verməliyik? Yox, ona artıq əlbəttə ki, təhsil qurumları və hətta bu yaxınlarda bu sualı cənab nazirə də verdilər. Bu sualı Real televiziyasının bir aparıcısı var idi ki, cənab Emin Əmrullayev bu sualı verdilər ki, sizin vaxtında çantanın çəkisi nə qədər idi? İndiki uşağın çəkisi nə qədərdir bilirsiniz? Dedi, yox, bilmirəm. Yəni, bizim o vaxtı deyir, daha ağır idi. Yox, o vaxt da ağır deyildi. O vaxtı çantanı mən də daşımışam. Vallahi o çanta mənə ağır gəlməyib. Bəli, deyir, o vaxtı kitablar daha qalın idi. Ola bilər, o vaxt kitablar daha qalın. İndi kitablar broşur kimi çıxır. Amma o vaxtı bizim bu qədər ev tapşırıqlarının, həm test kitablarımız yox idi. Bir dənə kitabımız var idi bir fəndən və hər fəndən uyğun bir dənə dəftərimiz var idi. Və bir də ən ağır olan gündəlik. Gündə 4 dərs və 5 dərs olarsa, onlardan biri mütləq yüngül bir dərslərdə olacaqdı. 3 maksimum 4 kitab aparacaqdıq. Yanında da onun dəftərini. Bitdi.
Biz test dəftərini, o dəftəri, bu qələmi, bu qədər şey yaparmayacaq. Uşağı bu qədər yükləməyəcəkdik ki, məktəbdə vaxt tapırdıq özümüzə, dostlarımızla gedib əylənməyə. Valla məktəbdən vaxt tapırdıq dərslərdən qaçmağa. İndiki uşaqlar dərslərdən də qaça bilmirlər. O qədər ki, onların bu dərs yükü yüklənib ki, və bu elə bir növ təhsilimizə, evladlarımıza verdiyimiz dəyərin azalmasına da gəlib çıxır. Uşaqlar oxumaqdan bezirlərmi deyim, uşaqlar oxumaqdan kitab üzünü açmaq istəmirlərmi deyim. Bax, bu hallar yaşanır ki, bəli, ola bilər bütün bu məlumatlar lazımdır. Amma mən humanitarı oxudum. Valla mənim bu dəqiqə kimyadan, fizikadan məndən nəsə sorur, heç nə bilmirəm. Heç nə bilmirəm. Maksimum əzbərlədiyim bir dənə Mendeleyev cədvəli idi ki, o mənə gələcəkdə belə bir dənə H2 oradan başqa heç biri lazım olmadı. Həqiqəti vurğulayım da. Yəni, mən o informasiyanı Sovet dövründə aldım, amma mənə gərəkli oldu mu? Lazım olan anlarda hardasa yararlandım. Amma onu mən övladımıza bu dəqiqə BSO-lar, MSO-lar, uşaqlar başlarını aça bilmirlər bu imtahanlardan. Hər rüb imtahan olar, hər rüb bu qədər stres olar. Bizim bir də imtahanımız var idi. Tələbə bu qəbula gedən zaman dövlət imtahanını verim, universitetə daxil olan zaman o həyəcanı keçirirdi. Amma indi uşaqlar hər ay həyəcan keçirirlər, hər ay nəsə bir imtahanlardır, hər ay nəsə onlar test verirlər. Mən bu qədər testlərimi həyatımda görməmişdim ki, sevinirəm ki, yaxşı ki də görməmişəm. Ona görə bayaqki o sualınıza cavab ki, əvvəlki media yoxsa indiki media, hər şey əvvəl daha gözəl idi deməyim, hər şey əvvəl var idi. Amma bizim o vaxt elə bir ki, imkanımız, onlara əl çatanlığımız yox idi. İndi əl çatanlığımız var. Amma istədiyimiz o şeylər yoxdur. Onda belə çıxır ki, əvvəlki media daha keyfiyyəti ilə əl çatan deyildi, indiki keyfiyyəti isə əl çatandır. Keyfiyyəti biraz zəifləyib, əl çatanlığı daha çox artıb, bəli. Sizcə 10 il sonra televiziyanın cəmiyyət üçün rolu artacaq, yoxsa tam marginal olacaq? Mən artıq televiziyada yoxam demək olar ki, və bəzən deyirlər ki, niyə yoxsan? Özüm televiziya və radio jurnalisti olaraq bildirirəm ki, çünki televiziyanın yavaş-yavaş informasiya vermə və anında cavablama sistemi zəifləyir. Arzulayıram ki, zəifləməsin. Özüm bu peşənin daşıyıcısı olaraq arzulayıram ki, zəifləməsin. Amma artacaqmı? Yox, onu görmürəm. O artımı hələ də görmürəm. Hələ ki, bu dəqiqə kütləvi informasiya vasitələrindən sosial media daha çox gündəmdədir. Hətta gəlin açıq söyləyək də, biz televiziya əvvəllər hər hansısa bir otağa daxil olardınsa, mütləq olaraq ilk olaraq orada televizor olacaqdı, televizor yanıq olacaqdı və o açıq olacaqdı və ola bilər ki, biz ona baxmayacaqdıq. Amma hər hansısa bir kanalın səsi orada gələcəkdi. Hər otağımızda televiziya olacaqdı. İndi evimizdə 3 dənə televizor var və heç birini yandırmıram. Heç birini belə evə gələn zaman yandırmıram ki, baxım orada nə gedir. Çünki hər birini məlumatı mən sosial şəbəkədən alıram. Verilişlərdə də belə nə gedirsə mən sosial şəbəkədə alıram və mənim artıq ona sərf edəcək vaxtım və zamanım yoxdur. Çünki bu dəqiqə zaman axını o qədər sürətlənib ki, artıq biz gün ərzində 24 saatımızı yox, biz sözün əsl mənasında 16-15 saatımızı yaşayırıq. O 24 saat necə gəlir gedir, biz görmürük onu. Yoxdur artıq o 24 saat və get-gedə bu saat kəsimi daha da azalır. Azaldıqca bizim vaxtımızı televiziyalara və digər gec alacaq informasiyalara sərf etməyə vaxtımız çatmır. Ona görə biz birbaşa sosial mediaya gedirik və avtomatik olaraq əlimizi atan kimi o məlumatı oradan ala bilirik. Və indiki gənclik də əvvəllər bizə öyrədilən hər dəqiqədə 5 kadr dəyişməsini artıq yaşayırlar. Çünki insan sürətli şəkildə məlumatı almaq istəyir, sürətli şəkildə informasiyanı görmək istəyir, gecikmək istəmir. Firuzə xanım, çox sağ olun iştirak etdiyiniz üçün, dəvətimizi qəbul elədiniz. Düşünürəm ki, hər kəs üçün maarifləndirici və məlumatlandırıcı söhbət oldu. Çox sağ olun gəldiyiniz üçün. Dəvət üçün mən sizə təşəkkür edirəm. Uğurlarınız bol olsun. Çox sağ olun.